Eve baxırsan mebel görürsən, divar görürsən, nə bilim, rozetka görürsən orada. Həmişə görürsən də bunları görürsən. Məişəti görürsən, həmişə əşya görürsən. Bu yorucu bir şeydir. Sənin daxilində bir boşluq da var. Boşluq pis mənada yox. Daxili atmosferin var sənin, yəni. Daxili yerin var. Daxili səmada bu. Sən o səmaya baxsan, səmaya baxan necə hissərsən özünü? Gözünü qaldırıb baxırsan, fərqi yoxdur gecə, səhər. Səhər baxırsan, mavi səma, çox xoşbəxt görürsən, elə deyil. Sovetlərin dedikləri kimi əbədi mavi səma, sanki sən özünü onun bir hissəsi kimi hiss edirsən. Yoxdur gecə baxanda ulduzlarla bəzənmiş səmaya baxırsan, eyni şəkildə bir möcüzənin bir hissəsi kimi hiss edirsən özünü. Bunları hiss edirsənsə, bu deməkdir ki, sənin daxili atmosferin artıq genişlənir. Sən daxili atmosferin, daxili yerin, daxili səmanın artıq fərqindəsən. Sən bunu təcrübə edirsən. Çox az insan var ki, məncə onlar bunu ümumiyyətlə hiss eləmirlər. Həyatlarında elə bir şey ümumiyyətlə yoxdur. Və yaxud çox qısa bəlkə də hiss eləyirlər. Çox vaxt hiss eləmirlər. Çox vaxt fikirlərdə itib, problemlərdə itib bu insan. O insanlardır ki, çox vaxt həddən artıq çox işləyirlər, səhər də işləyirlər, axşam da işləyirlər və işdən sonra da işi fikirləşirlər. Ancaq işdən, bu insanın həyatı yoxdur, ancaq işdən ibarətdir. O insan əlbəttə ki, heç vaxt o daxili səmanı təcrübə edə bilmir gündəlik həyatında. Sən bir gözəllik təcrübə edirsənsə, nə vaxtsa bu sənin daxili səmandır. Daxili səma aktivləşir və sən onun gözəlliyini yaşayırsan. Sən səmaya baxanda səma kimi hiss edirsən özünü. Xoşbəxt hiss edirsən. Bir uşağa baxırsan, təbəssüm edirsən, daxilində bir təbəssüm yaranır. Mən buna daxili təbəssüm deyirəm. Müəllif buna daxili yer deyir. Və biz bu daxili yerin fərqinə vardıqca biz artıq boşluq şüurunu aktivləşdiririk. Ancaq əşyaların fərqinə varmaqla məşğul olmuruq, əşyasızlığı da təcrübə edirik. Hərdəki necə ki, biz elə ki, sən həmişə baxırsan, mebel görürsən, evə baxırsan, mebel görürsən, divar görürsən, nə bilim, rozetka görürsən orada. Həmişə görürsən də bunları görürsən, məişəti görürsən, həmişə əşya görürsən. Bu yorucu bir şeydir. Bir də var ki, sən baxırsan əşyalara, sən həm də kainatın boşluğunu da görürsən. Sən nə vaxt otağa baxanda, otağa divarların arasındakı boşluğa baxmısan? Belə bir şey baxmısan ümumiyyətlə. Yəni, bir insan nəyə görə otaqdakı boşluğa baxsın? Heç kim baxmır da buna. Normal insan nəyəsə baxır. Hansısa bir əşyaya baxır, elə deyil. O telefonu bir dənə ver demə, bir dənə çay, bir dənə su, şokolad, nə bilim, zəng edin, görün nə deyir. Həmişə əşyadır. Sənin həyatın əşyadan ibarətdir. Əşyalarla manipulyasiya edirsən, davamlı şəkildə. Əynivi dəyişdin, çıxartdın, girdin, çimdin, üzünü qırxdın, yeməyi bişirdin. Həmişə əşyalarla məşğulsun. Həmişə. Sən heç vaxt o tavanın içindəki o boşluğa baxmırsan. Sən tavanın içində pişən yağa baxırsan. Onun içində attığın ətə baxırsan. Kartuşkaya baxırsan. Bir dəqiqə, sən bu kartuşka, sən həyatın elə ət kartuşkadır, tavadır sən həyatın. Sən həyatın elə kağızdır, kompüterdir. Bu problemdir də, yəni sən bu şəkildə yaşayırsan da bu sənin problemindir. Sən bu həyatın boşluğunu unutmursan. Kimsə bunu sənə desin artıq. Ki tavanın arasında bir boşluq da var. Tavanın içində, evin içində, otağın içində bir boşluq da var. Bu boşluğun fərqinə varanırsan bir növ sənin şüurun dəyişməyə başlayır. Bilirsən ki, mən boşluğun içindəyəm ki, əslində. Otağın içində deyiləm, boşluğun içindəyəm. Buradakı sən boş məkanını da hiss edirsən. Artıq başqa cür baxmağa başlayır. Sən indi bir dəfədə baxanda öz mətbəxinə, öz otağına, sən bir növ həm də kainatın içində fırlandığının da fərqinə varırsan. Kainatın içində oturduğunun da, kainatın boşluğunda oturduğunun da fərqinə varırsan və artıq bu sənin həyat haqqında perspektivini dəyişir. Artıq sənin həyatın tavadan, divandan, stoldan ibarət olmur. Sən artıq daha incə, daha zərif şeylərin fərqinə varmağa başlayırsan. Bu şəkildə bizim münasibətimiz dəyişir. Bu şəkildə insanın sualları dəyişir. Öz həyatı haqda, mənəvi inkişaf haqda. Artıq necə eləyim belə olsun, necə eləyim belə olsun, nə tər eləyim, bu suallar artıq yox olur. Niyə görə yox olur? Çünki sən görürsən ki, onlara ehtiyac yoxdur. Ona görə Krishnamurti deyir ki, necə sualını verməyi çəkin, yəni o sual vermə. Təhlükəli sualdır, çünki sən öz ağlını işləmirsən o sual verməklə, çox belə tənbəl bir cavab gözləyirsən ki, necə eləyim ki, necə eləyim, elə də, elə. Elə sadəcə, yəni,
Necə eləsin, necəsini də əslində bilirsən. Necə sual vermə, elə. Və elə deyəndə artıq birdən bir adam özünə gəlir, düşünməyə başlayır, hiss eləməyə başlayır və biz boşluğun fərqinə vardıqca o suallar yox olmağa başlayır bizdə. Sualların ötəsinə keçir. Sən artıq həyatı hiss edirsən. Həyatı hiss edirsənsə, sən başa düşürsən ki, sənin etməli olduğun bir şey var. O da daha çox həyatı hiss eləməkdir. Başqa bir şey yoxdur yəni. Daha çox həyatı hiss eləmək. Və bu bizim daxili məqsədimizdir. Müəllif kitabda qeyd edir. Bizim daxili məqsədimiz daha çox həyatı hiss eləmək qabiliyyəti qazanmaqdır. Mən özümdə o qabiliyyəti inkişaf etdirməliyəm ki, mən həyatı daha çox hiss edə bilim. Və mənim yeganə məqsədim əslində budur. Yeganə muradım bu həyatda budur. Daha çox bunu hiss edeyim. Çünki həyatdan başqa, yəni bir tərəfdə həyat şuurdur, yəni həyat, boşluq şuurudur, digər tərəfdə əşyalar şuurudur. Əşyalarla sən çox uzağa gedə bilməyəcəksən. Hər nə qədər hər il sentyabrda yeni iPhone çıxsa da, nə qədər dəyişilsə də, nə qədər əşyaların upgrade olsa belə, onlarla çox uzağa getmirsən. Və deyil, onlar bezdiricidir, limitlidir. Maraqlı deyil müəyyən vaxtdan sonra. Müəyyən qədər marağı var, ondan sonra artıq bezdiricidir. Ona görə biz boşluq şuurunu aktivləşdirməliyik ki, normal yaşaya bilək. Həm sağlam olsan, mental, mənəvi olaraq, həm də ki, bu həyatın mistikasını, onun sehirini, onun möcüzəsini hiss eləmirsə insan, o insanın yaşamağı üçün mən çox bir məna görmürəm, elə deyil. Bu nə üçün yaşayır? Məişətdə itmək üçün, divanda oturmaq üçün. Budur yəni insan həyatı. Bu deyil. Kimin ki şuur biraz daha genişlənir, o bu sualları verir və mən də 17 yaşımda başlamışdı bu proses, sadakı bu sualları verdim davamlı özümə. Mən niyə yaşayıram? Budur yəni işləmək, ailə qurmaq, pul qazanmaq, yəni bu nə mənasız bu həyatdır bu belə. Mən ürəyimi sıxırdı bu düşüncələr. O vaxt nə vaxt ki öyrəndim ki, yox, başqa bir şey də var. Yəni boşluq şuuru da var. Mən sadəcə onları təcrübə etmirdim. Mənim baxışım, şuurum ancaq əşyalar şuurunda cəmlənmişdi. Əşyalar, şeylər şuurunda, obyektlər şuurunda. Onu görə dedim ki, həyat mənasızdır. Çünki ancaq obyekt şuurundan düşünürdüm. Obyekt şuurundan baxırdım. İndi isə mən həyat mənasız deyə bilmirəm. Çünki artıq obyekt şuurundan baxmıram həyata. Həm də boşluq şuurundan baxıram. Yəni həyatın özünü görə bildiyim üçün, hiss edə bildiyim üçün, daxili səma aktiv olduğu üçün sən artıq mənanı yaşayırsan. Elə deyil. Mənanı yaşadığın üçün artıq o suallar, o mənasızlıq aradan çıxır. Yəni, qısa olaraq, bu əşyalar səhnəsi, təsəvvür ki, bir teatrdır. Sən hər dəfə öz həyatında teatrın bir səhnəsindəsən. Evdə oturmuşsan, sənin evin deyil. Bu teatrın səhnəsidir. Sən ev səhnəsi sadəcə. Teatra gedəndə sən orada ev qurulur, orada evdə aktyorlar var, elə bilirlər ki, onun evidir, elə davranırlar, elə deyil. Bəlkə də açsa oradan sürməni, oradan evin kupçası çıxacaq. Yox, bu mənim adımadır, bax. Tamaşa da amma. Eyni şəkildə bizim də evimiz var, kupçamız var, nə bilim, sənədlərimiz var, mənim adıma da ev filan. Amma o səhnənin bir hissəsidir sadəcə. Yəni, tamaşanın bir səhnəsindən sonra oradan çıxırsan, düşürsən küçə səhnəsinə. Küçədə gəzirsən. Oradan sonra iş səhnəsinə keçirilirsən. Müxtəlif səhnələri dəyişirsən. Və sən tamaşaçı olaraq, müşahidəçi olaraq teatrda baxanda bilirsən ki, əslində nə qədər realistik olsa da sən tamaşanı izləməyin, nə qədər realistik olsa da inansan da, əylənsən də, inandığın üçün zaten əylənə bilirsən, ağlaya bilirsən, gülə bilirsən. İnanmasan o tamaşaya, səhnəyə çıxıb getmək istəyirsən, maraqsız gəlir. Nə qədər əylənsən də bilirsən ki, o tamaşanın xaricində bir həyat var. Tamaşa həqiqi deyil. Sadəcə bir tamaşadır. Və ona görə də rahatsan. Öz kreslonda dincəlirsən, əylənirsən. Onun üçün də tamaşaya gedib baxırsan, çünki təhlükəsizdir. Eyni zamanda öz həyatına da bu şəkildə səhnələr kimi, bir tamaşa kimi baxanda o əşyaların səhnənin xaricində bir şeyin olduğunu düşünməyin sənə kömək eləyir ki,
baş verən hər şeyi o qədər də çox ciddi qəbul etməsən, biraz daha rahat ola bilərsən. Biraz daha azad ola bilərsən.